Öz toyumda geydiyim smokini sizlər üçün analiz edirəm. Başlayaq. Köynəyin qol hissəsində inisiallar qeyd olunubdur. Əgər smokin geyəsinizsə, üzəri qırçınlı köynəkdən istifadə etməyi sizə məsləhət görürəm. Daha rahat hərəkət eləmək, əlavə aksesuarlarla yükləməmək üçün qurşaqdan istifadə etmədim və şalvarın bel hissəsini atlasdan buraxdım. Həm qurşaq effekti verir, eyni zamanda da rahatdır. Kəmərdən də istifadə etməmək üçün sadəcə beli tənzimlənən remenlə elədim. Və gəldik bizim bəylərin ən sevdiyi aksesuara. Kəpənəyə. Ümumiyyətlə Azərbaycan bəylərinin əksəriyyəti nəinki kəpənəyə taxmaq, hətta heç smokin belə geymək istəmirlər öz toylarında və müxtəlif bəhanələrə sığınırlar. Smokindən sonradan istifadə eləmək olmur və ya çox dəbdəbəlidir. Amma sən bəysən, bu sənin toyundur. Əlbəttə hamıdan seçilməli və gözlər önündə sən olmalısan. Növbə pencəydədir. Pencəyin yaxa hissəsini şal varatnik elədik və enini düz 11 sm qoyduq. Enli varatnik dəstə həm fərqli bir hava qatdı, eyni zamanda da bir güc göstəricisidir. Platok yaddan çıxmışdı. Oğlu Zəsil bəy, necə deyərlər, Allah xoşbəxt eləsin.